Bu meydançada oynayan uşaqların səsi xoşbəxtlik kimi gəlir. Amma hər uşaq bu qədər şanslı deyil. Bəzən onların qorxusu elə ən yaxınlarından valideynlərindən başlayır. Tərbiyə adı ilə edilən davranışlar isə çox vaxt görünməyən zorakılığa çevrilir. Uşaqlara qarşı zorakılıq halları ilə bağlı qanunvericilikdə dəyişikliklər müzakirə olunur. Layihəyə əsasən uşağa fiziki və ya psixoloji təsir göstərən valideyn və ya digər şəxslər cərimə oluna bilər. Urbanizasiya şəraitində, müasir şəraitdə, şəhər mühitində artıq fiziki zorakılıq tərbiyə amili kimi qəbul edilmir. Ailədə bu təkcə fiziki zorakılıqdan kifayətlənmir, psixoloji zorakılığa da müəyyən mənada zəncirvari təsir göstərir. Məsələn, sosial öyrənmə nəzəriyyəsində belə bir şey var ki, hansı ailədə uşaq fiziki zorakılığa məruz qalırsa, böyüdükdən sonra bu zəncirvari olaraq da öz ailəsinə qarşı da fiziki zorakılıq imkanlarını genişləndirir. Uşaqlara tətbiq edilən fiziki cəza onların psixoloji inkişafına da ciddi təsir göstərir. Bu cür uşaqlarda gələcəkdə aqressiya, qorxu, özünə inamsızlıq kimi problemlər yarana bilər. Tərbiyə üçün istifadə oluna bilər mükafatlandırma, cəzalandırma metodlarından, ancaq yaxşı olar ki, bunu bir peşəkar dəstəyi ilə maariflənmək, hansı üsullardan istifadə etmək olar ki, uşaqların psixikasında ciddi, uzunmüddətli travmalar qoymadan sağlam şəkildə tərbiyə etmək və sağlam vətəndaşlar yetişdirmək daha faydalı olacaq valideynlər üçün. Yeni təklif edilən dəyişikliklər uşaqların hüquqlarının qorunmasına yönəlib. Qanunvericilikdə nəzərdə tutulan cərimələr valideyn məsuliyyətini artırmaq məqsədi daşıyır. Milli Məclis tərəfindən qəbul edilən qərara əsasən uşaqları tərbiyə etmək məqsədi ilə onlara fiziki hər hansı bir xəsarət toxundurmaq, döymək və yaxud hər hansı bir əzab vermək kimi maddələrdə öz əksini tapan hərəkətlər, təzyiqlər göstərilərsə, buna görə valideynlər və yaxud onların üzərində hər hansı bir nəzarəti həyata keçirən vəzifəli şəxslərə İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 200 manat cərimə tətbiq edilə bilər. Əgər bu təzyiqlər artıq cinayət məsuliyyəti də yaradarsa, təbii ki, cinayət məsuliyyətinə də səbəb yarada bilər. Zorakılıq halları barədə məlumatın gizlədilməsi də hüquqi məsuliyyət yarada bilər. Əzizə Mahmudzadə, Sabir Şahbələdov, Telesəhər.